Orqan qoruyucu əməliyyatlar icra etmək üçün, yəni miyomektomiya əməliyyatından söhbət gedir, miyomaların götürülməsi, orqanın saxlanması. Bu əməliyyatdan öncə biz pasiyentdən kiçik canağın MRT müayinəsini istəyirik və MRT müayinəsinin nəticəsini, yəni diskə özümüz baxarkən nəticəni pasiyentə də göstəririk. Bəzən pasiyentlər deyir ki, Yayla xanım, ultrases müayinəsinin nəticəsi var da, onda MRT-ni neyinirsiniz? Əlbəttə ki, eyni şey deyil. MRT müayinəsinin nəticəsinə baxarkən özləri də təəccüblənir, ay nə yaxşı görsənir burada, necə təmiz, aydın görsənir. Yəni bu bizə nə üçün lazımdır? Doğru düzgün yanaşma üçün, doğru düzgün əməliyyat həcmini təyin etmək üçün, əməliyyat texnikasında düzgün riayət etmək üçün bəzi məqamlara. Miyomaların ölçüsü, sayı, yerləşməsi, sağlam toxuma ilə sərhədləri, MRT müayinəsi bunun üçün lazımdır. Mən isə bir pasiyentimizin MRT müayinəsini göstərəcəm, hansı ki miyomektomiya əməliyyatı icra etmişik, orqanı qormuşuq, görün necə aydın görsənir. Siz də baxın. Bax, bu uşaqlıqdır görürsünüz. Uşaqlığın ön divarından endometriyanı kompresiya edən, yəni uşaqlıq boşluğuna deformasiya edən, baskı edən, ölçüsü 10 santimetrində olan böyük ölçülü miyomadır. Biz bu pasiyentdə həmən bu miyomanı götürdük və orqanı qoruduq. 6 aydan bir də dinamik müşahidə zamanı baxıb nəzarət edirik. Əməliyyatdan sonra nəticəni də pasiyentlərin özlərini göstərir, özlərinə də çox xoş gəlir. Belə ən doğru düzgün qaydası əməliyyatdan öncə kiçik çanağın MRT müayinəsidir.